Salam aleykum dəyərli izləyicilər. Bugün Balakən şəhərinin mərkəzinin küçələrindən birində gözəl bir əmlak sizə təqdim etmək istəyirəm. Yaşayış evidir, fərdi yaşayış evi. Gözəl bir yerdə yerləşir, tam mərkəzdədir. Gördüyünüz bu dəmir hasar darvaza həmən həyətə daxil olmaq üçündür. Yol tərəfdən belə hasarını sizə göstərirəm. Hündür daş hasardır. Gördüyünüz kimi və dəmir darvazadan daxil oluruq içəri. Gördüyünüz belə bir gözəl yaşayış evi satışa çıxarılıbdır. Dəyərli izləyicilər, gördüyünüz belə bir yaşayış evi 6 sotluq həyət yanı torpaq sahəsində yerləşir. 6 sotluq həyət yanı torpaqla belə bir yaşayış evi Balakən şəhərinin tam mərkəzində satışa çıxarılıb. Dəyərli izləyicilər, bu həyət yanı torpaq sahəsinin evin arxa tərəfinə düşən hissəsidir. Buradan da həyət yanı kimi istifadə etmək olar. Dirik düzəltmək üçün kim istəyərsə dirik edər burada. Və belə öz təsərrüfatı kimi burada ağac əkə bilər, müxtəlif tərəvəz yetişdirə bilər. Bu evin arxa tərəfdən, yan tərəfdən görünüşüdür. Və dəyərli izləyicilər, bura evin qabaq tərəfidir. Gördüyünüz kimi qabaqdan görünüşüdür. Padvallı evdir, hündürdür. Yəni burada nəm çəkmə dərəcəsi 0-a bərabərdir. Yəni hündürlüyünə görə. Dəyərli izləyicilər, mən indi evə qalxıram və evin daxili görünüşünü sizə təqdim etmək üçün 10 pilləkəndən ibarətdir evə qalxan pilləkənlər və belə seyfli dəmir qapısı var. Daxil oluruq evə. Girişdə belə bir açıq balkonu var. Dəyərli izləyicilər, girişdə balkondur belə və buradan daxil oluruq evin otaqlarına. Girişdə belə bir böyük zal otaq, bu otaqdan digər otaqlara daxil olunur. Gördüyünüz kimi belə təmiri olan evdir. Bu giriş otağından sağ tərəfdə yataq otağına daxil oluruq. Və gördüyünüz kimi belə bu otaqda belə təmirli otaqdır. Gözəl pəncərələri həyətə açılır. Gözəl mənzərəsi olan bir otaqdır. Və buradan digər otağa daxil oluruq. Bu ortada olan otaqdır. Belə bir balaca otaqdır. Yəni uşaq üçün də nəzərdə tutmaq olar bu otağı. Belə bir otağı var. Ümumi otağa çıxmaq olur.
Deməli, bütün otaqlardan bu girişdəki zal otağa, ümumi otağa çıxmaq olur. Və bu otaqdan da otağın tam başında belə bir zal otaq var. Daxil oluruq bura. Burada pəncərələrdən gözəl həyəti görsənir və belə bir zal otaqdır, təmirlidir, gözəl havası olan belə bir otaqdır. Dəyərli izləyicilər, göstərdiyim ev 3-4 yaşayış otağından və hamamdan, mətbəxdən ibarətdir. Daxil olanda balkondan bu otaqlara daxil olduq. Otaqları mən sizə göstərdim. Belə. Və indi balkon hissədən digər tərəfə mətbəxi, hamamı sizə göstərəcəyim. Dəyərli izləyicilər, indi daxil oluram mətbəxə. Gördüyünüz bura mətbəx hissəsidir. Yenə burada pəncərələr gözəl həyətin mənzərəsinə açılır və belə bir mətbəxdən ibarətdir. İndi buranı alan adam bura gözəl mətbəx mebeli istədiyi zövqünə uyğun düzəltdirə bilər və daxil oluruq hamam hissəsinə. Sanuzel otağı belə kafelli, gözəl hamamı var. Ümumilikdə belə gözəl hər bir şəraiti olan yaşayış evidir. 6 sotux torpaqda satışa çıxarılıb. Qiymət çox əlverişli bir qiymətdir. Hər kəsin, yəni gücü çata biləsi belə bir qiymətdir. Ümumilikdə bazar qiymətinə baxdıqda çox yönlü bir qiymətlə satılır. Dəyərli izləyicilər, mən əmlakın satış qiymətini videonun altında göstərəcəyim və əmlakla maraqlanan hər kəs bizimlə geniş əlaqə saxlayıb ətraflı məlumat əldə edə bilər. Dinlədiyinizə görə sağ olun. Videoları bəyənib kanalımıza abunə olmağı unutmayın.